بسم الله الرحمن الرحيم الحمد لله رب العالمين والصلاة والسلام على أشرف الأنبياء والمرسلين نبينا محمد وعلى آله وأصحابه أجمعين رب اشرح لي صدري ويسر لي أمري واحلل عقدة من لساني يفقه قولي اللهم علمنا ما ينفعنا وانفعنا بما علمتنا وزدنا علما وأصلح لنا شأننا كله ولا tekilna ila enfusina tarfete aynin. Əziz, qiymətli qardaşlar, hörmətli böyüklər, ağsaqqallar, dəyərli cəmaat. Aləmlərin Rəbbi olan Allaha sonsuz həmdü sənalar olsun. Onun sonuncu Peyğəmbəri Muhammed sallallahu aleyhi və səlləmə, onun ailəsinə, sahabələrinə, əhl-i beytinə və qiyamət gününədək onlara gözəl şəkildə tabi olanlara Allahın salavatı, salamı, xeyir duası bərəkəti olsun. Həmd olsun uca Allaha, Allah Teala bizləri bu cür gözəl, xeyirli məclisə cəm edib topladı. Həqiqətən də qardaş olmaq, cəmaat olmaq, Allah üçün bir yerə toplaşıb, Allah üçün ayrılmaq, Allah yanında çox qiymətli, dəyərli əməllərdəndir. Bərəkətin ən çox olduğu əməllərin başında cəmaat olmaq gəlir. Qardaşlıq, mehribançılıq gəlir. Həqiqətən də qardaş olan, mehriban olan, cəmaat olan topluma Allah Teala ruzusun, bərəkətin çoxlu verir. Onlarda xeyir, fayda çox olur. Uca Allah elə o topluma və o toplumun yaşadığı kəndə, qəsəbiyə, şəhərə, ölkəyə ehsanların, xeyirlərin çoxlu verir. Hətta şərri, fəsadı onların səbəbi ilə Allah Teala uzaqlaşdırıb kənar edir. Ona görə əsasən müsəlmanların üzərinə yerinə yetirməsi vacib olan əməllərin başında qardaşlıq, mehribançılıq, cəmaat olmaq gəlir. Allah Resulü sallallahu aleyhi və səlləm buyurur ki, Allahın əli cəmaatın üzərindədir. Allahın əli cəmaatın üzərindədir. Başqa hədisdə buyurur Allah Nəbi sallallahu aleyhi və səlləm, cəmaat olmaqda bərəkət var, xeyir var. Allah Teala buyurur, İnnəməl müminunə ixvatun. Həqiqətən də möminlər bir-birləri ilə yalnız və yalnız qardaşdırlar. Onların üzərinə vacibdir ki, bir-birləri ilə münasibəti qardaşlıq olsun. Qardaşlıqdan başqa heç nə olmasın. Rasul sallallahu aleyhi və səlləm buyurur, Əl-muslimu axul muslimi. Müsəlman, müsəlmanın ancaq qardaşıdır. Başqa heç nəyə ola bilməz. Ona görə də qardaşlıq, mehribançılıq, cəmaat olmaq, hörmətli, dəyərli qardaşlar olduqca mühümdür. Ona görə bunu qoruyub saxlamaq, elə elmlə olur, elm məclislərində iştirak eləmək, məscidlərdə cəmaat namazlarında iştirak eləmək və bir-birimizlə xeyirli, əqidəsi, mənhəci doğru düzgün olan insanlar ilə oturub durmaq. Bugün inşallah sizə danışmaq istədiyim mövzu olduqca faydalıdır, olduqca mühümdür. Hər bir müsəlmanın gündəlik həyatında ən azı bir dəfə yerinə yetirməsi faydalı olan, onun üçün xeyri, bərəkəti bolca olan bir əməldir. Bəqərə surəsinin fəziləti. Bəqərə surəsi Mədinədə nazil olmuş surələrdəndir. Yəni Allah Resulü sallallahu aleyhi və səlləm Məkkədən Mədinəyə hicrət etdikdən sonra bu surə nazil olmuşdur. Quran-ı Kərimdəki ən uzun surədir. Ən böyük, ən uzun, təxminən 49-50-yə yaxın səhifədir. Yəni 2 cüz, biraz da yarısı. Olduqca fəzilətlidir. Sünnədə Bəqərə surəsinin əhəmmiyyəti haqqında, fəziləti haqqında çoxlu sayda hədislər gəlmişdir. Kifayətdir ki, ən birinci Quran oxumaq haqqında nə qədər ayə və hədislər varsa, Bəqərə surəsi də ora daxildir. Yəni, Bəqərə surəsini oxuyan şəxs Quran-ı Kərim oxumağın fəziləti haqqında nə qədər ayələr və hədislər varsa, onları götürür artıq. Onların savabını götürür. Amma xüsusi olaraq bu surədə fəzilətlər gəlib ki, o başqa heç bir surəyə verilməmişdir. Ən birinci qardaşlarım, bu surədə ayət-əl kürsü vardır. Əl-Bəqara surəsinin 255-ci ayə.
hansı ki Quran-ı Kerimdə ən əzəmətli ayədir. Ayətəl Kürsi. Allah Teala bu ayədə buyurur: Allahu la ilahe illa huvel hayyul qayyum. Allah'tan başka ibadete hakkı satan məbud yoxdur. O daima diridir ve o qayyumdur. Yani nezaret edir. La ta'khuzuhu sinetun ve la nawm. Onu ne yuxutdur ne de o mürcülüyor. Lehu ma fis semavati ve ma fil ard. Göylerde ve yerde ne varsa hamısı Allah'ındır. Men zellezî yeşfa'u indehu illa biizni. Onun yanında, Allah'ın yanında Allah'ın izni olmadan kim şefaatçilik edebilir? Ya'lemu ma beyne eydihim ve ma halfahum. Allah Teala onların karşıda olanlarını da bilir, arkalarında olanları da bilir. Ve la yuhitun bi şey'in min ilmihi illa bima şa'a. Hiçbir şey onun ilmin ihate edebilmez. Vesi'a kursiyyuhu semavati vel ard. Onun kürsüsü, Allah'ın kürsüsü göyleri ve yeri ihate etmiştir. Ve la yauduhu hifzuhuma ve huvel aliyyul azim. Allah Teala el-alidir, yani uzadır ve əzəmətlidir. Ubey ibn Ka'b'da rivayet olan hadiste Allah Resulü sallallahu aleyhi ve sellem deyir ki: ey Ebel Munzir, Ubey ibn Ka'b deyir, etedri eyyü ayetin min kitabillahi ma'ake a'zam. Sen bilirsen mi ki Kur'an-ı Kerim'deki en əzəmətli ayə hansıdır? Qala qultullahu və rasuluhu a'lam. Ubey ibn Ka'b deyir ki, mən dedim, Allah ve elçisi daha yaxşı bilər. Qala ya Ebel Munzir, etedri eyyü ayetin min kitabillahi ma'ake a'zam. Peygamber sallallahu aleyhi ve sellem bir de sual verir. Ey Ebel Munzir, sen bilirsen mi ki Kur'an-ı Kerim'deki en əzəmətli ayə hansıdır? Yani Allah Resulü sallallahu aleyhi ve sellem istəyir ki sualın cevabını Ubey ibn Ka'b bilsin. Ubey ibn Ka'b da Kur'an'ı en yaxşı bilen 4 sahabeden biri olmuştur. Allah Resulü sallallahu aleyhi ve sellem diyor ki Kur'an'ı 4 şahstan soruşun. Abdullah ibni Mesud, Ebu Musa el-Eş'ari, Ubey ibn Ka'b ve Muaz ibn Cebel. Bak Ubey ibn Ka'b o sahabelerdendir. Ubey deyir ki ben dedim ki Allahu la ilahe illa huvel hayyul qayyum. Ayet-el Kürsü'nü okudum. Allah Resulü sallallahu aleyhi ve sellem فَضَرَبَ عَلَى صَدْرِ وَقَالْ وَاللّٰهِ لِيَهْنِكَ الْعِلْمُ أَبَا الْمُنْزِرِ. Bir elim benim sinemin üzerine koyup dedi ki vallahi ey Ebul Munzir, elim sende artık kök salıb. Elim sende artık kök salıb. Yani doğru dedim. Ayet-el Kürsi sadece El-Bagara suresinin ayelerinden bir tanesidir. وَجَاءَ فِي فَضْلِ الْآيَةِ الْكُرْسِ اَيْضًا. Hemsinin Ayet-el Kürsü'nün fezileti hakkında gelir ki enne qiraa'ataha ba'de kulli salatin sebebun li dukhulil cennet. Her namazdan sonra farz namaz Ayet-el Kürsü'nü okumaq cennete dahil olma səbəblərindəndir. Ebu Umame el-Bahili'den gelir ki Allah Resulü sallallahu aleyhi ve sellem dedi: Men qara'a ayetel kursiyyi dubura kulli salatin mektubetin lem yemna'hu min dukhulil cenne illa en yamute. Kim her farz namazı kılıp kurtardıktan sonra ayet-el kürsünü okuyarsa onun cennete dahil olmasına mani ancak onun ölümüdür. Yani öleceği cennete dahil olacak. Bu hadis Ayet-el Kürsü'nün fezileti hakkında olduğu gibi El-Bagara suresinin fezileti hakkındadır. Ayet-el Kürsü'nün fezileti hakkında eləcə de şeytanla meşhur olan Ebu Hureyre radıyallahu anh'ın hadisesi. Ebu Hureyre radıyallahu anh ile şeytanın meşhur karşılaşması olup ve orada şeytan deyir ki İzâ eveyte ilâ firâşike feqra ayetel kursi. Yatağına uzanıp yattıqda Ayet-el Kürsü'nü oku. Len yezâle aleyke minallahi hafiz. Bu zaman Allah Teala sana bir qoruqçu gönderer, seni muhafize edip koruyan gönderer. Ve la yaqrabuka şeytanun hatta yusbiha. Səhərə kadar şeytan sen yakın durabilmez. O qoruqçu dayanır senin başının üzerinde ve şeytan sana yakın durabilmez. Ebu Hureyre radıyallahu anhu bunu Peygamber sallallahu aleyhi ve selleme danışana deyir ki sadaqaka ve huve kezub. Ey Ebu Hureyre sen dedin
Amma o yalancıdır. Və zəkə şeytan. Və o yalancı dediyi də kim idi? Şeytan idi. Bu qədər demək əzəmətli bir ayə, ayət-i kürsü hələ bu sadəcə Əl-Bəqərə surəsinin bir ayəsinin fəziləti haqqındadır. Bu surənin axır iki ayəsinin fəziləti haqqında. Əmənər Rasulü bimə unzilə iləyhi min Rabbihi vəl-mu'minun bu surənin axırına qədər. Peyğəmbər sallallahu aleyhi və sələm Abdullah ibn Məsuddan rəvayət olan hədisdə deyir ki, Mən qara'a bil ayəteyni min əxiri surətil Bəqərə fi leylətin kəfətəhu. Kim hər gecə Əl-Bəqərə surəsinin axır iki ayəsini oxusa, o iki ayə ona bəs. Ona kifayət. Əl-Bəqərə surəsinin axır iki ayəsi. Hafizən Nəvavi deyir ki, Kəfətəhu min qiyamil leyl və qilə minəş-şeytan və qilə minəl-afat və yəhtəmilu minəl-cəmiyə. Deyir ki, ona kifayətdir, yəni gecə namazı qalxıb qılması da o sahabı götürdü artıq. Bir şərtdə gəlir, yəni şeytandan qorunmaqda kifayətdir. Bir şərtdə gəlir ki, yəni bəlanın, xəssəliyin, afətin gəlməsində kifayətdir. Lakin qardaşlarım, ehtimal olunur ki, bunların hamısı burada qəsd olunur. Həm gecə namazına qalxmasa sahabı götürəcək, həm şeytandan qorunacaq, həm bəla, müsibət, afət, xəssəlik ondan uzaqlaşıb gezir. Əl-Bəqərə surəsinin axır iki ayəsi. Əl-Bəqərə surəsinin axır iki ayəsi. Nu'man ibn Bəşir radiyallahu anhuma'da rivayet olan hadiste Peygamber sallallahu aleyhi ve sellem diyor ki İnna Allaha ketebe kitaben qabla en yahluqas semavati vel ardi bi elfi amin. Allah Teala məxluqatın qədərin onları yaratmamışdan 50 min il qabaq yazdı. Göyləri və yeri yaratmamışdan 50 min il qabaq. Enzələ minhu ayəteyni xatəmə bihimə surətul Bəqərə. Və deyir, İki ayə nazil etdi ki, onlara Əl-Bəqərə surəsinin axır iki ayəsidir. Və la yuqra'ani fi darin thalathə ləyalin fəyəqrabuhumə şeytan. Əgər bir evdə 3 gün o ayələr oxunsa, Əl-Bəqərə surəsinin iki ayəsi, şeytan o evə yaxın dura bilməz. Əl-Bəqərə surəsinin axır iki ayəsi oxunsa, şeytan o evə yaxın dura bilməz. Qardaşlarım, bu qədər əzəmətli hələm Əl-Bəqərə surəsinin ayələri. İndi isə gəlin bu surənin fəziləti haqqında o hədislərə baxaq. Demək, Əbu Umamə Əl-Bahilidən gəlir ki, mən Peyğəmbər sallallahu aleyhi və səlləmin belə dediyini eşitdim. İqra'ul Qur'anə. Quran oxuyun. Fəinnəhu yəti yevməl qiyaməti şəfi'ən li əshabihi. Həqiqətən də bu Quran onu oxuyan üçün qiyamət günü şəfayətçi olaraq gələcəkdir. İqra'uz Zəhravan. Qurandakı o iki gülü oxuyun. Hansıdır o iki gül? Əl-Bəqərə surəsi və Ali İmran surəsi. Əl-Bəqərə surəsi ilə Ali İmran surəsi Quranın iki gülü adlanır. Əz-Zəhravayni. O surəni oxuyun. Əl-Bəqərətə və surətə Ali İmran. Bəqərə surəsi və Ali İmran surəsi. فَإِنَّهُمَا تَأْتِيَانِ يَوْمَ الْقِيَامَةِ كَأَنَّهُمَا غَمَامَتَانِ أَوْ كَأَنَّهُمَا غَيَايَتَانِ أَوْ كَأَنَّهُمَا فِرْقَانِ مِنْ طَيْرِ صَفَاءً. Deyir, onlar deyir, onu oxuyan üçün qiyamət günü sanki iki bulut kimi gələcək. Və yaxud da demək, quşlar kimi gələcək. تُحَاجَّانِ عَنْ أَصْحَابِهِمَا. Onu oxuyanları, Bəqərə və Əli İmran oxuyanları əhatəyə alacaqlar. Hicab bağlayacaqlar. İqra'u surətul Bəqərə. Sonra nə deyir hədisin davamında? Bəqərə surəsini oxuyun. Fəinnə əxəzəhə bərəkə və tərkuhə xəsərə. Onu oxumaq adama bərəkət gətirir. Onu tərk eləmək isə xusran və ziyandır. Və lə təstəti'uhə əl-bətələ. Əl-Bəqərə surəsini oxuyana da sehirbazın sehri təsir eləmir. Bata bilmir. Sehirbaz adamı əl-bətələ, yəni sehirbaz, kahin təsir eləyə bilmir. Ona görə qardaşlarım, yəni bu hədis həm Əl-Bəqərə surəsinin, həm də Ali İmran surəsinin fəzilətinə dəlildir.
Və bu iki surə qiyamət günü sahibinin başının üzərində iki bulut kimi dayanacaq. Təsəvvürlə qiyamət günüdür. Hamı gəlib, sən Əl-Bəqara və Ali-İmran surələrini oxuduğuna görə sən üzərində iki bulut və yaxud da iki əzəmətli quşlardan ibarət qurub sənə əhatə edəcək ki, sənə şeytan dəyməsin. Başqa bir hədisində Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, İqra'u surətul Bəqara. Bəqara surəsini oxuyun. Fəinnə əxzəhə barakə və tərkəhə xəsərə. Onu oxumaq adama bərəkət gətirir, yəni xeyrin bərəkətini artırır. Onu tərk etmək isə insana xeyr bərəkətini aparır və ona xüsran və zərər gətirir bütün işlərində. Və lə təstati'uhə əl-bəfərə. Onu oxuyana sehirbaz, kahin bata bilmir. Ona görə qardaşlarım, yəni sehirbazın sehrindən, kahinin kəhanətindən, cadugarın cadusundan, həsəd eləyənin, paxıl eləyənin, həsədindən, paxılından qorumaq üçün bu surəni oxumaq hər gün ən azı bir dəfə şərtdir. Əl-Bəqara surəsini gündə bir dəfə oxumaq. Bilirsiniz, gözdəymə haqdır, sehirin olmağı haqdır, yəni cadugarın cadusunu təhsil etmə haqdır. Lakin bunlardan qorunma yolları da var. Bəs onların da başında Əl-Bəqara surəsini oxumaq gəlir. Rasul sallallahu aleyhi və səlləm bu surəni vəsf edir Quranın zirvəsi. Deyir ki, İnnə li kulli şeyin sənəmən. Hər bir şeyin uca zirvəsi var. Və sənəmul Qur'anu surətul Bəqara. Quranın zirvəsi isə Əl-Bəqara surəsidir. Və innəş-şeytanə izə səmi'ə surətul Bəqara tuqra'u xarəcə minəl beytilləzi tuqra'u fihi surətul Bəqara. Şeytan Əl-Bəqara surəsi oxunanda qaçıb gedir. Tab gətirib qulaq asa bilmir. Və içərisində Əl-Bəqara surəsi oxunan evə şeytan qaçıb girə bilmir. Bu da bu surənin fəzilətindəndir. Urvət ibn Zübeyir deyir ki, Kənə şiaru əshabi Rasulillahi sallallahu aleyhi və səlləmə yevmə Museyləmə yə əshabu surətul Bəqara. Museyləmə ilə, yalancı Museyləmə ilə döyüşdə qarşılaşan gün Peyğəmbər sallallahu aleyhi və səlləmin sahabələrinin şuarı ey Bəqara surəsini əzbər bilənlər idi. Ey Bəqara surəsi, yəni Museyləmə ilə döyüşdə ən qabaqda Bəqara surəsini bilənləri keçirdirlər ki, ona qalib gəlməyi olsun. Ya əshabə surətul Bəqara. Ona görə qardaşlar, hər birimizə yaraşar ki, bu surəni oxuyaq və tilavət edək. Allah Resulü sallallahu aleyhi və səlləm buyurur ki, evlərinizdə Bəqara surəsini oxuyun. Həqiqətən də içərisində Bəqara surəsi oxunan evə şeytanlar girə bilmir. Girə bilmir. Başqa hədisində buyurur ki, evlərinizi qəbirstanlığa çevirməyin. Yəni, evlərdə namazlar qılın. Bilirsiniz, qəbirstanlıqlarda istər fərz, istər nafilə namaz qılmaq olmaz. Bir dənə cənazə namazını qılmaq olar. Aydındır. Hətta qəbirstanlıqlarda tilavət səcdəsidir, şükür səcdəsidir, onu da eləmək olmaz. Bir dənə cənazə namazını qılmaq olar. Evlərinizi qəbirstanlığa çevirməyin, yəni evlərinizə namaz qılın. İnnəş-şeytanə yənfiru minəl beytilləzi tuqra'u fihi surətul Bəqara. Həqiqətən də şeytan içərisində Əl-Bəqara surəsi oxulan evdən qaçıb çıxıb gedir. Ona görə qardaşlar, bu qədər dünya və onun içərisində olan xəstəliklər və sıxıntılar artan bir zamanda pis işlərin, mənfur əməllərin, hərəkətlərin çoxaldığı bir dövrdə bu surəni oxumaqdan möhkəm yapışaq. Onsuz da Quran-ı Kərim başdan ayağa şəfadır. Harasını oxuyursansa oxu. Möminlərə şəfa mənbəyidir, doğru yolu göstər, rəhmətdir. Amma bu iki surə, Əl-Bəqara surəsi, Ali-İmran surəsi, hətta bu ikisindən qabaqcı Fatihə surəsi. Fatihə surəsinin adlarından biri Əş-Şəfi, yəni onu oxumaqda şəfa var. Əl-Bəqara surəsini gündə ən azı bir dəfə oxumaq. Vallahi görəsən ki, işlərin sıxıntıdadır, işlərin düzələcək. Kasıbsansa Allah ruzu qapsacaq. Xəstəlikdə əziyyət çəkirsənsə sağalasın. Evlənib ailə həyatı qura bilmirsən, evlənib ailə həyatı. Nə problemin var? Xəstəliklər və s. görəsən ki, Allah subhanət hala
sənə onları müvəffəq edəcək. Şeytanları və şeytanların ordusunu səndən uzaq edəcək. Xüsusən də Allahın əhl-i-sünnə və cəmaat bütün firqələrdən ən öndə cəmaat. Hamının nəzəri bizim üzərimizdə. Dilə görmə. Hamı bizə baxır. Biz qardaşlara nə qayırdıq, nə elədik, işlərimiz, güclərimiz yetər. Hamı göz qabağındayıq. Ona görə özümüzü də arada demək yada salmaq və özümüzü də qoruyub xilas eləmək. Allah Subhanahu taala bizi Quran oxuyan qullarından etsin. Quran oxuyan xüsusilə də Fatihə surəsidir, Əl-Bəqaradır, Ali İmrandır, Ayət-əl Kürsidir. Bax, daima oxuyub öyrənməyə müvəffəq eləsin. Ola bilsin uzun surədir, bəli. Lakin görəsiniz ki, bir ay hər gün oxusun, ikinci ay sənə elə bil ki, Xilas surəsini oxumaq kimi asan və rahat olacaq. Asan və rahat olacaq. Əlbəttə tədəbbürlə, mənasını başa düşüb dərk eləməklə, ayələrin haqqında fikirləşərək oxumaq. Allah Teala hər birimizi eşitib, başa düşüb, faydalı və ən gözəlinə tabi olan qullarından etsin. Təkcə təşkil edilir, bu cür gözəl məclisi təşkil edən, hazırlayan, bizim bura gəlməyə səbəb olan və bu faydanın hazırlanıb, cəmaatımızla bölüşüb paylaşılmağında əlbəttə sizin xidmətiniz əvəzsizdir. Hər birinizə ayrı-ayrı təşkil edirik. Allah Teala sizə çoxlu-çoxlu bərəkət versin. Bu cəmaatı daima xeyir üzərində etsin, xeyirli yarışan qullarından etsin. Allah Teala sizin həmişə bu şəhərinizdə, rayonunuzda, kəndinizdə elə belə xeyir məclisləri olsun. Ən gözəl, ən doğrusu Allah bilir. Subhanəkə Allahümmə bihamdik. Əşhədu ən la ilahə illə ənt. Əstəğfiruka və ətubu iləyik.